2022-ci ilin sentyabr ayının 10-da Siyəzən rayonunun Məşrif kənd orta məktəbinin direktoru Seyidov İlqar Mehiyyətin oğlu kislata içərək intihar edib. O 18 gün xəstəxanada müalicə edilməsinə baxmayaraq 28 sentyabrda stasionar müalicə aldığı Siyəzən Regional Diagnostika Mərkəzində vəfat edib. Ömrünün 40 ilini pedaqoji fəaliyyətə həsr edən İlqar Seyidovu canından bezdirən səbəblər və bu səbəbləri təkmilləşdirən ehtimallar. İlqar Seyidovun həyat yoldaşı Nərminə Seyidovanın sözlərinə görə həyat yoldaşının 40 illik nümunəvi və nizamlı pedaqoji fəaliyyəti 2022-ci ilə qədər davam edib. Rəhbərliklə öncədən planlaşdırılmış formada bəzi şagirdlər İlqar Seyidovun direktoru olduğu Məşrif kənd orta məktəbinin şagird siyahısına daxil edilib. Tədrisə müntəzəm qatılmayan həmin şagirdlər 2 tədris mövsümünü həmin məktəbin şagirdi olaraq başa vurub. Növbəti tədris ili üçün həmin şagirdlərin valideynləri ilə bir anlaşma baş tutub və bu anlaşma qarşılığında onlardan müxtəlif məbləğlərdə vəsait alınıb. Hər şey öncəki illərdəki plan üzrə gedərkən Siyəzən rayon təhsil şöbəsinin keçmiş rəhbərliyi tərəfindən İlqar Seyidova həmin şagirdləri məktəbdən xaric etmək barədə tapşırıq verilir. İlqar Seyidovu intihara qədər sürükləyən problemlər də elə o gündən başlayır. Pərvin müəllim də bu vəzifəyə gələndən sonra İlqar müəllimə əlavə şagirdlərdə əlavə uşaqlar yazırdılar. Ona görə də pul alırdılar da belə. Pul alırdılar. Sonra elə ki bu proses bir müddət çəkdi. Sonra elə ki bir müddətdən sonra iş dayandırıldı. İş dayandırıldı. O da artıq yoldaşım elə ki kimi uşaqları ki yazmışlardı. Onların pulu qalmışdı da, onların pulu ödənməli idi. O da elə ki elə bir vaxtı dayandırdı. O da dedi ki mümkün deyil axı bu vaxt ilin bu vaxtı məsəl üçün işi dayandırmaq da. Axı bu ilin sonuna getməli bu iş. Ona görə də qaldı, yoldaşım da borcun içində qaldı. Dayandırdılar işi. Yəni baxmayaraq ki mənim yoldaşım etirazını bildirdi, sözünü dedi. Ona görə də o yoldaşım elə ki qaldı çətin bir vəziyyətdə. Həmin ərəfəti və sizə danışmır, nə qədər məbləğidir və yaxud nə qədər şagird idi? Şagirdlər valla arada belə danışmağı bilirdim, belə sayını bilmirdim. Amma arada telefonda məsəl üçün evdə danışanda onu da bilirdim. Çöldə bilmirəm, amma evdə danışanda bilirdim ki məsəl üçün olubda şagirdlər olub. Bu danışırdı mı bu barədə məsəl üçün sizə və ailə evindəki, yəni bu işi məsələn bu şagird yazılma, bu işi məsələn təhsil sektorunda və yaxud digər inzibati strukturlarda kimdən əlbiri olub eləyirdi? Pərvin müəllimlə danışırdı da, Pərvin müəllimlə danışırdı. Mən hiss elədim, mən gördüm ki çox narahatdır, çox narahat idi ya. Yəni mən yüz üstəmə həyat yoldaşı olmuşam, mən laf belə narahat görməmişdim İlqarı. Mən haqqımı halal eləmirəm. Mən də deyirəm ki, İlqarın o nahaqdan axan qanı yerdə qalmasın. Yəni Allah həvalə edirəm. Allah həvalə edirəm. Laf məni gəlib əllərimi qan davlasına aparsınlar, laf tutub aparsınlar. Mənə heç fərq eləmir. Çünki üzr istəyirəm. Yəni İlqarın həyatda olmamağı həqiqətən də nə bilim, mənim üçün çox pis təsir edir. Bundan sonra da tələb edirəm ki, barışmaram. Qeyd edək ki, tədrisdən şagird yayındırmaqla məşhur olan Pərvin Ağasiyev Siyəzən rayon təhsil şöbəsinin müdiri olduğu vaxtlarda rayonun 5 saylı orta məktəbində də bu əmələ vasitəçilik edib. Bir neçə il məktəbin keçmiş direktoru Əsli Dadaşovanı bu qanunsuzluğa təhrik edən Ağasiyev məsələnin üstü açılanda onu şəhər məktəblərindən birinə direktor müavini vəzifəsinə təyin etdirəcəyini sözünü verərək israrla susmağı və onun adını verməməyi bildirib.